Məni izləyən hər kəsə Allahın salamı olsun. Bugün quzu ətindən çox ləzzətli bir bozartma hazırlayacağım. Sizlər də belə ləzzətli, belə gözəl bozartma hazırlayıb dadmaq istəyirsinizsə, videomu sona qədər izləyin. Əməyə hörmət olaraq bəyəni düyməsini basıb, öz gözəl yorumlarınızı bildirməyi də unutmayın. Keçək bu ləzzətli yeməyi necə hazırlayıramsa, hazırlanma qaydasına. Bozartmanı hazırlamaq üçün bizə körpə quzu əti lazım olacaqdır. Quzu əti nə qədər körpə olarsa, bozartma da o qədər ləzzətli olar. Quzu ətini əvvəlcə böyük tikələrə bölürük. Mütləq tikələr böyük olmalıdır. Gördüyünüz kimi böldükdən sonra axar suyun altında əti tərtəmiz yuyuruq. Yuduğumuz əti dərin düz tavanın içərisinə tökürəm. Siz bilirsiniz ki, mən ətin heç vaxt kəfil çıxartmadan yemək bişirmirəm. Əti odun üzərinə qoyuram və üzərinə çıxan qədər soyuq su əlavə edib odun üzərinə qoyuram. Qaynatmıram, yəni belə qaynara düşüb azacıq kəfi çıxan kimi aşüzənə süzüb, aşüzənə tökürəm və axar suyun altında tərtəmiz, üzərində bir dənə də kəf qalmamaq şərti ilə əti yuyuram. Əvvəlcə tavanı yuyuram. Çünki baxın, tavanın ət qaynadıqca kəf tavaya da yapışır. Ona görə əvvəlcə tavanı yuyuram. Daha sonra əti tərtəmiz, üzərində bir damcı da olsun kəf qalmamaq şərti ilə əti tərtəmiz yuyuram. Düzdür, sual verəcəksiniz ki, əti yuduz, ətin dadı tamı, yəni axıb getdi. Xeyr, birinci çıxan ətin nə dadıdır, nə bilyonudur. Bu ətin sümüyün arasında qalan qandır. O mütləq çıxmalıdır. Görürsünüz, əti yumuşam necə gözəl rəngdə olur. Üzərinə quzu əti olduğu üçün üzərinə çox su yox. Ət özü də suludur yuduğuma görə. Üzərinə bir stəkan, bir stəkan yarım su əlavə edirəm. Və doğradığım baş soğanı xırda şəkildə doğrayıb ətin üzərinə tökürəm. İndi isə yağını əlavə edirəm. Mütləq bu yeməyi kərə yağı ilə hazırlayanda daha ləzzətli olur. Üzərinə kərə yağı da əlavə edirəm. Duzunu da tökürəm. Bu ətə, bu yeməyə istiot əlavə etmirəm. Çünki istiot yeməyin rəngini dəyişə bilər. Əgər istiotlu istəyirsinizsə, arzu edən qara dənə istiot əlavə edə bilər. Ancaq istiotsuz daha ləzzətli olur. İstiotunu da tökdükdən sonra odun üzərinə qoyuram. Çox xod vermirəm. Vamodda qoyuram, qaynayır. Baxın, öz suyunda qarışdırmıram. Tam elə bil ki, qaynayıb bişənə qədər bu şəkildə arada bir belə, yəni qarışdırmıram. Sadəcə ətləri çevirirəm. Belə qoyuram, öz sokuna düşənə qədər bişir. Yəni qaynadıqca ətin suyu çəkilir və ət, yəni bozartma öz şirəsində, quzu əti öz şirəsinə düşür. Ona qədər bişirilir. Artıq az qalıb bişməyinə. Görürsünüz, ətləri mütləq qeyd etdiyim kimi belə böyük tikələrə bölmək lazımdır ki, ət bişərkən əzilib dağılmasın. Artıq suyunu, kəfini alıb, yəni qaynadıb kəfini aldığım üçün suyunun da nə qədər, baxın, gözəl olduğunu, ətin rənginin də nə qədər gözəl olduğunu görəcəksiniz. Mən əgər ətin kəfini almasam, yəni belə yumasam, ətimizin, pişirdiyimiz yeməyin həm rəngi, həm də dadı gözəl olmayacaqdır. Artıq yeməyimiz, yəni bozartmamız hazırdır. Suyu tam çəkilib, öz şirəsinə düşübdür. Sizlər də hazırlayın, dadın. Öz gözəl yorumlarınızı bildirməyi də unutmayın. Yeməyi bəyənib bəyənməməyinizi yazdığınız yorumlardan biləcəyəm. Yeməyimiz əzilmədən necə gözəl şəkildə bişdiyini görürsünüz. Bu bozartmanı çəpiş əti ilə də hazırlaya bilərsiniz. Çəpiş əti ilə də çox ləzzətli olur.